Smiley the caterpillar. Smiley turtle. Once there lived a caterpillar in the forest. Əvvəllər meşədə bir tırtıl yaşayırdı. Live yaşamaq, caterpillar turtle. In the forest meşədə. His name was Smiley. Onun adı Smiley idi. But Smiley hardly ever smiled. Amma Smiley hardly güclə ever həmişə smiled gülümsəyərdi. Yəni gülümsəməzdi. Bunu demək istəyir. He was sad. O üzgün idi. Because he was not as beautiful as the butterfly. O kəpənək kimi gözəl değildi. Because çünki as beautiful as the butterfly kəpənək kimi gözəl. Why can't I be that beautiful? Niyə mən belə gözəl ola bilmirəm? Why? Niyə? Can't I be? Mən ola bilmirəm. That beautiful belə gözəllikdə. He grieved every single day. O hər bir gün, yəni every single day əslində bizim dilimizdə Allahın hər günü kədərlənirdi. Grieved kədərlənmək, every hər, single tək, day, gün deməkdir. One day he grew tired of looking like a caterpillar and decided to end his life. Bir gün o yoruldu tırtıl kimi görsənməkdən və qərara gəldi ki, həyatına son versin. He grew, yəni o böyüdü, tired, yoruldu, of looking like, look like oxşamaq deməkdir. Looking like a caterpillar, tırtıla oxşamaqdan, and decided qərara gəldi, and sonlandırsın his life həyatını. He climbed on the highest branch of the tallest tree. O dırmaşdı on the highest, en hündür branch, budaq of the tallest tree, en hündür ağacın budağına dırmaşdı. Smiley looked down from the branch and realized that if he jumped from here, he would definitely die. Smiley looked down from the branch. Budaqdan aşağı baxdı. Looked down aşağı baxmaq. From the branch budaqdan. Branch budaq, from dandan. And realize anladı that ki if əgər he jumped, o hoppansa, from here, buradan, he will definitely die, o yəni qəti şəkildə öləcəkdir, %100 öləcək. Just, sadəcə, when he was about to jump, a monkey longing on branch below called out. Deməli, when he was about to jump, yəni hoppanmaq üzrə olanda, was about to jump, hoppanmaq üzrə idi ki, a monkey, meymun, longing on the branch below, called out. Aşağıdakı budağın üzərindən called out səslədi. Below aşağı, branch budaq, call out səsləmək. Hey caterpillar, what do you think you are doing? Hey tırtıl, what do you think? Sən nə düşünürsən? You are doing. Sən yəni nə edirsən? Nə düşünürsən? Think düşünmək. What do you think? Nə düşünürsən? You are doing, yəni nə etdiyini. I am ending my life. Mən həyatımı sonlandırıram. End, son, my life, mənim həyatım. Said Smiley. I am tired of looking so ugly. Mən yorulmuşam çirkin görsənməkdən. So ugly, olduqca çirkin. Looking, baxmaq. Tired of looking, yorulmuşam baxmaqdan. Maybe, ola bilər ki, if you waited a little longer, a miracle might take place. If you waited, əgər sən gözləsən a little longer, biraz daha, a miracle, möcüzə, might take place, baş vermək deməkdir. Might, ola bilər ki, take place, baş versin. The wise monkey said. Wise, ağıllı, meymun dedi. Would a miracle really happen to me?
Möcüzə baş verəcək mənimlə həqiqətən. Miracle möcüzə happen baş vermək. To me mənimlə. Ask it Smiley. Smiley soruşdu. Oh yes, the monkey said. Haven't you heard the patience is a virtue? Sən deyir, have you heard? Haven't you heard? Eşitməmisən? Səbir xoşbəxtlik gətirir. Virtue xoşbəxtlik, kəramət, belə bir mənaları var. Smiley decided to follow the monkey. Və yaxud da o cümləyə belə deyə bilərdik. Sən heç eşitməmisən ki, səbirdə kəramət var. Çünki belə bir ifadə var Azərbaycan dilində. Məsəl var. Smiley decided. Smiley qərara gəldi ki, to follow the monkey's advice. Meymunun məsləhətini izləsin. Monkey's advice meymunun məsləhəti. To follow izləmək. He decided to wait for a while. O decided qərara gəldi ki, to wait gözləsin for a while bir müddət. And to his surprise, onun sürprizini. He grew into a butterfly. O kəpənəyə çevrildi. In the next 2 weeks. Növbəti 2 həftədə o kəpənəyə çevrildi. Bir dəfə tələffüzlə oxuyaq. Once there lived a caterpillar in the forest. His name was Smiley. But Smiley hardly ever smiled. He was sad because he wasn't as beautiful as the butterflies. Why can't I be that beautiful? He grieved every single day. One day he grew tired of looking like a caterpillar and decided to end his life. He climbed on the highest branch of tallest tree. Smiley looked down from the branch and realized that if he jumped from here, he would definitely die. Just when he was about to jump, a monkey longing on the branch below called out, Hey, caterpillar, what do you think you are doing? I am ending my life, said Smiley. I am tired of looking so ugly. Maybe if you waited a little longer, a miracle might take place, the wise monkey said. Would a miracle really happen to me? Asked Smiley. Oh, yes, the monkey said. Haven't you heard the patience in the is a virtue? Smiley decided to follow Monkey's advice. He decided to wait for a while, and to his surprise, he grew into a butterfly in the next 2 weeks. Aşağıda yazıyor moral. Never give up. Yəni heç vaxt pes etmə deməkdir.